Salam, mən Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb liseyin 10-cu sinif şagirdi Məlik Həsənova. Bugün 3 dekabr Beynəlxalq Əlillər Günüdür. İstəyirəm ki, bugün sizə əlilliyi olan şəxslərlə bağlı davranış qaydaları haqqında məlumat verim. Hansı ki, bizim hamımız bu qaydalara əməl etsək, cəmiyyətimiz üçün çox böyük faydası olar. Siz heç əllərinizi bağlayıb, birinin sizə yemək yedirməsini, su içirtməsini gözlədinizmi? Siz heç gözlərinizi bağlayıb, ananızı görməyi vaxtladınızmı? Siz heç eşitməyib, çöldəki quşların səsini dinləməyi istədinizmi? Siz heç əlli arabasında oturub, qaçmağı yoxladınızmı? Əlilliyi olan şəxslərə necə müraciət etməli? Əlil sözü, əlilliyi olan şəxs və məhdudiyyəti olan şəxs ilə əvəz edilsə daha yaxşı olar. Görmə məhdudiyyəti olan bir şəxsə kör deyə birbaşa müraciət etmək yaxşı olmazdı. Onun üçün görmə məhdudiyyəti olan şəxs deyə müraciət etsək daha yaxşı olar. Eşitmə məhdudiyyəti olan insanlara kör deyə müraciət etməyin. Eşitmə məhdudiyyəti olan şəxs deyə müraciət etsəniz daha yaxşı olur. Eyni zamanda nitq məhdudiyyəti olan şəxslərə də birbaşa lal deyə müraciət etmək olmaz. Nitq məhdudiyyəti olan şəxs deyə müraciət etməniz daha gözəldir. Və qüsur sözünə gəldikdə isə işlətməməyimiz daha məqsəd uyğundur. Qüsur sözü isə məhdudiyyət sözü ilə əvəz olunsa daha uyğun olardı. Yəni, qüsur yox, fiziki məhdudiyyət şəxs olaraq desək daha gözəl səslənir. Çünki əlillik qüsur yox, sadəcə məhdudiyyətdir. Unutmayaq, bizi biz edən qolumuz, gözümüz, qulağımız deyil, qəlbimizdir. Əlillər isə sadəcə bizim köməyimizi, onları görməyimizi istəyir. Əsl əlillər onları görməyənlərdir. Əngəllər bədənlərdə deyil, zehinlərdədir. Aramızda maneə yoxdur. Əngəlləri bərabər, sevgi ilə bitirək. Gözəllikləri təkcə özümüz üçün deyil, əngəllər üçün də istəyək.